Bu test nümunəsində biz Mir Cəlalın Açıq kitab əsərinə əsasən yanlış fikri müəyyən etməliyik. Variantları nəzər salaq. Səttərzadə məclisdə Füzulidən bir beyt oxuyur. Bu doğru cavabdır. Həqiqətən də Füzulidən bir beyt oxuyur Səttərzadə toyda. Gəldiyev layihəsini ürək adı ilə müsahibəyə təqdim eləyir. Bu da doğru cavabdır. Orada iki layihənin adı çəkilir. Bir ürək, bir də açıq kitab. Ürək Gəldiyevin layihəsi idi. B variantı doğrudur. D variantına nəzər salaq. Vəzirbərli Gəldiyevin layihəsini pisləyib, onu hazırlayanın mütəxəssis olduğuna şübhə edir. D variantı doğrudur. Gəldiyev zəng edib Vəzirbərlidən layihəni oxuduğunu soruşanda onu pisləyir və mütəxəssis hazırladığına şübhə eləyir. Hətta layihə o qədər biabırçı idi ki, küçələr arasında yol yox idi. Bir küçədən digər küçəyə keçmək üçün binaların üzərindən istifadə etmək lazımdır deyə tənqid eləyir onu. E variantı. Gəldiyev taxıl tədarükü müvəkkilliyi ilə elzam olunduqdan sonra universitetdə işləməyə başlayır. E variantı doğru fikirdir. Orada fırıldaqçı işlər gördükdən sonra Gəldiyev dərhal elzamını yazdırır, universitetə gəlir. C variantında Sadıq kişi direktorla sərt danışıb hüquqlarını müdafiə edir. Sadıq kişi direktorla sərt danışmır, sərt danışaraq hüquqlarını müdafiə etmir. Ona görə C variantı yanlışdır. Test nümunəsindən də bizdən yanlış istədiyi üçün testin doğru cavabı C variantı olacaq.